mən MTK-dan ev almışam, indi evi təmir etməyə başlamışıq və bunun üçün deyir, təmir etməyə başladığı müddətdən deyirlər ki, məndən 870 manat lift üçün ödəniş istəyirlər, əlavə olaraq da sayğaclar üçün 1200 manat ödəniş istəyirlər. Bu qanunidirmi? Bununla bağlı məhkəməyə müraciət etsəm, udmaq və yaxud da ki, məhkəmədə qalib gəlmə perspektivim varmı? Yenə də burada belə deyək də, siz bu iki tərəfli bir şeydir. Siz udada bilərsiniz. Sizin müqavilə münasibətinizə birinci baxmaq lazımdır. Müqavilə hansı formada bağlamısınız? Belə deyək, biz müqavilədə öz əksini tapıb. Bəli. Müqavilə bağlısınız. Müqavilədə orada evi aldıqda onun içərisindəki avadanlıqlar göstərilir. Yəni, qaz sayğacı və yaxud da bunlar hamısı öz əksini tapır. Əgər onlar öz əksini tapmayıbsa, siz o formada müqavilə bağlamısınızsa, onları qəbul edilmədi müqavilə bağlamısınız. Onlar sizə o tələbi irəli sürə bilərlər. Sizin ən azından öz yaşayışınızı, o qaz sayğacını oraya qoymaq lazımdır. Belə dedim, müəyyən şeylərə. O müqavilə münasibətlərinə. Bu vacib məsələdir. Ümumiyyətlə, müqaviləni hər kəs çox insan kör-köranı imzalayır və ondan sonra yaratdığı öhdəliklər biraz, belə deyək də, problemə çevirməyə başlayır. Və siz onun bahsələndirdiyiniz an digər qarşı tərəf gəlir görüş qarşınıza, bəs müqavilənin falan hissəsinin falan bəndində bu nəzərdə tutmuşdu. Siz də bunu imzalamışsınız, oxumusunuz, bu da sizə biz demişik. Belə mübahisə yaranır və şəxsən. Ona görə müqaviləni imzalamazdan qabaq onu ətraflı bir oxumaq lazımdır. En azından 1-2 gün sizdə qalsın, baxın, müzakirə edin başqaları ilə ki, bəs bu bənd var, mənim ziyanımadır mı, xeyirmədimi?